xanımlar, canlar, qohumlar, əziz dostlar, qardaşlar, bacılar, analar, atalar, böyüklər, kişilər. İlk növbədə aləmlərin Rəbbi Uca Allah'a həmd olsun ki, mənə ailəmin gözəl günləri bəxş etdi. Düz 49 il icadımla gözəl həyat yaşadım. 49 il sənətdədir. Amma o oradan da çox böyüklüyü yaşadı. Zəngin, dolu, işıqlı, ilk illərdə qayğısız, Allah'ın sayesinde, valideynlərin sayesinde qayğısız, Şuşalı, Şuşasız ve yeniden Allah'a şükürler olsun Şuşalı günlərimizi yaşadı. Hayatımızın mənası haqqında biz çox danışmışdıq. Bu dövlətə, dövlətçiliyə qulluq etmək. Baxmayaraq ki, bəzi qüvvələr bizi Cabiri biraz pis tərəfdən, mənfi tərəfini göstərmək istəyirlər. Amma bir misal var ki, Allah kimi ucaldarsa onu heç kim alçaldır bilməz. Cabir bax böyle insanlar danıydı, elə qardaşlar danıydı, elə vətəndaşlar danıydı. Nümunəvi vətəndaş idi, nümunəvi ata idi, nümunəvi oğul idi, nümunəvi nəvə idi. Mən ondan böyük olmuşam. Çoxları elə bilir ki, Cabir məndən böyükdür. Mən ondan 2 yaş böyüyəm. Amma mən ondan çox şey öyrəndim. Çox şeylər öyrəndim. Bəlkə də ona görə həyatının illərinin sonunda məndən dolar getdi. Söhbət bax bu gözəl dünyadan gedir və ona dövlət tərəfindən həvalə etdiyi çox məsuliyyətli və eyni zamanda şərəfli bir vəzifədən gedir. Həmişə harda olur olsun, istəyir KVN illərində, istəyir KVN'dən sonra illərdə, yenə deyirəm, həyatımızın mənası yalnız və yalnız Şuşa idi. Çünki təməlimiz belə vurulmuşdur. Bəstəkar Süleyman Əsgər tərəfdə. Yenə də şükürlər olsun. Eşq olsun bizim Müzəffər Ali Başkomandanına, bizi Qarabağa gətirən. İnanın ki, həmin gün Cabir müharibə başlayan gündə Cabir özü yer tapmadı. Bunun birinci dəfə danışım. Anam da atam oldu. Gəldi dedi ki, mən ailəmi sənə tapışıram, mən gedirəm müharibəyə. Bunu həmin o insanlara deyirəm, o jurnalistlərə deyirəm, hansılar ki, bizim dalımızca danışırdılar. Deyirlər ki, siz keftəsiz. Amma cəmaat orada savaşır. Bəli, cəmaat orada savaşır. Siz haradan bilirsiniz Cabirin ürəyində nələr var idi? Ha? Dedim Cabir, sən necə desən elədi. Getdi. Amma dövlətimiz dedi ki, hələ sənin növbən gəlib çatmıyor Cabir. Sən gözləməlisin. Sonra ondan xəbərsiz mən də getdim. Amma o da heç dedim. Çünki bilirdim ki, mənə nəsə olsun mütləq mənim ailəmə başlıq edəcək. Biz belə böyümüşük. Yenə də təməlimiz Süleyman Əsgər tərəfindən vurulub. Orada, Şuşada. Və nəhayət Şuşa azad olunandan sonra dövlətimiz tərəfdən ona çox məsuliyyətli bir tapşırıq gəldi. Əgər yadınızdadırsa, Şuşada ilk konserti məhz Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirildi və bu çox məsuliyyətli iş Cabirə tapşırıldı. Cabir mənə zəng deyəndə ki, mən gedirəm Şuşaya, gedirsən məndən. Dedim, kimdir məni bıraxan? Dedi ki, ancaq o şərtlə ki, sən həmin konsertin aparıcısı olacaqsın. Dedim, mən o konsertin fəhləsi olmaq istəyirəm. Nə istəyirsə deyim, amma məni aparır. Və Cabir başda ona rəhbəri olmaqla bizi məni apardı Şuşaya, bir çox sənət adamları, hansılar ki, bugün buradadır. Onlar da həmin o gözəl günlərin şahidi oldu. Və bu son 5 ildə biz ancaq Şuşa sözü ilə yaşadıq, Qarabağ sözü ilə yaşadıq.
Geçen il hələ balaca oğlunun 1 yaşı tamam olmamışdı, apardı Şuşaya. Dedim, hacı abi, balaca da hara aparırsın? Dedim, sənin neçə ayda aparırlar? Dedim, 6 ay. Niyə getməsin? Qoy getsin. Qoy uşaqlıqdan sevsin ona. Və inanın ki, uşaqlar oraya gedəndən sonra hər gün, hər həftədən sonra deyirdi ki, bağa istəmirik Şuşaya istəyir. Bağa istəmirik Şuşaya aparır. Şuşaya cıdır düzünə istəyir. Düz 5 gün bundan qabaq biz Cabirlə, ailələrimizlə, balalarımızla birlikdə yenə getdik Şuşaya. Geçen həftənin 3-cü günü bölmüşdük. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmiz tərəfdən çəkilən bədii filmin çəkilişlərinə. Mən heç vaxt film haqqında danışmıram, amma sonluq onun nəvələri ilə, nəticələri ilə bitir. Cabir də həmin o sonluqda çəkildi. Film çəkiləndən sonra o birləri insan hiss edir. Neyse istedim, ben hele onu bilmiyorum. Yani ki onun da vakti gelip çatacak. Mənə dedi ki, bu geçsinler aşağıdan, gedək gəzək. Getdik, gəzdik. Son dəfə şoğumuzu gəzdik. Orada drone çəkilişlərində droneumuz daş alt bir tərəfə düşmüşdü. Dedim, abi, o tapılmasa Nani bağışlama uşaqları var, bir də öz uşaqlarına yenidən əziyyət verib, bəzdən gelməliyik, yenidən çəkməliyik. Dedi, sən nə danışdın? Birincisi mənim borcum, ikincisi böyük məmnuniyyətlə uşaqlarla oraya gelmək çox böyük olmuşdur. Gələn ayaqlarınız var olsun, əziz dostlar. Mən qardaşlar yetim qaldım. Deyirlər, atadan anana yetim qaldılar, valideynlər məndən inciməsinlər. Mən qardaşlarımdan yetim qaldım. Yenə də İmamovlar, Ələsgərovlar ailəsi adından sizə təşəkkürümü bildirirəm. Dövlətimizə, ölkə başçısı, cənab prezidentimizə, Respublikanın birinci xanımı Mehriban xanım Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Haqqınızda olalım imkanı. Əgər kiməsə borcu qalıbsa, xahiş edim, mənə yaxınlaşın, Allah'laşın. Allah sizi və ailələrinizi olsun. Yaşasın Azərbaycan və həmişəliklimin sonunda bunu demişəm. Yaşasın bizi Qarabağ gətirən müzəffər ailə başqanı.